Salam əziz birincilər, xoş gördük sizləri. Bugün sizlərlə Bahar Nəşriyyatının Kür Araz dərsindən riyaziyyat bölməsindən qaldığımız yerdən davam edirik. Bugün testimiz ədəd üçlüyü test 9-u işləyəcək. Baxın uşaqlar, birinci testimizə ulduzla göstərilən ədəd neçədir? Baxın bura uşaqlar, tam hissə 5-dir. Baxın, hissənin biri 4-dür. Biri neçə ola bilər? 5-dən 4 çıxsaq neçə qalar? 1. Demək, biri neçədir? 1-dir. 4 ilə 1-i toplasaq, cavabımız olur 5. İndi cavabımız nə oldu uşaqlar? B bəndi 1. Çünki 4-ün üstünə 1 topladıq, cavab oldu 5. Baxırıq ikinci çalışmamıza. Simvolla göstərilən ədəd neçədir? Baxın, burada neçədir? Tam 10. Bir hissəsi neçədir? 6. 10-dan 6 çıxsaq neçə qalar uşaqlar? 4. Demək, simvolla göstərilən ədəd neçədir? 4. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar üçüncü testimizə. Verilmiş modelə uyğun ədəd üçlüyü hansıdır? Baxın, bu modeldir. 2, bu da 3. 2 ilə 3 neçə eləyir? 5. 2-nin üstünə 3 toplamalıyıq ki, 5 olsun. Tam 5-dirsə, hissənin biri 2, biri 3 olmalıdır. Hansı variantımız uyğun gəlir? Əlbəttə ki, A bəndimiz uyğun gəlir. İndi isə baxırıq dördüncü çalışmamıza. Damlə daşına uyğun ədəd üçlüyünü seçin. Baxın, damlə daşında neçədir? 5, 4-dür. Cavab neçə olmalıdır? 9-dur. Demək, 5 ilə 4 tam neçədir? 9-dur. Hissənin biri 4, biri 5 olmalıdır. Baxın uşaqlar, C bəndində tam 9-dur. Hissənin biri 4, biri isə 5-dir. İndi isə baxırıq uşaqlar 5-ci çalışmamıza. Simvolla göstərilən ədədə uyğun model hansıdır? Baxın. Burada neçədir? Tam 10-dur. Hissənin biri 3-dür. Demək, biri neçə olmalıdır? 7. 3 ilə 7-ni toplasaq 10 eləyir. Hansı bəndimiz uyğun gəlir? 2, 4, 5, 6, 7. B bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar indi də 6-cı sualımıza. Fiqurla göstərilən ədədə uyğun model hansıdır? Baxın, tam neçədir? 4-dür. Burada 1-dir. 4-dən 1 çıxsaq neçə qalır? 3. Demək, fiqurun biri neçə olmalıdır? 3. Baxın, A bəndi uyğun gəlir. Baxırıq uşaqlar 7-ci sualımıza. Səhv ədəd üçlüyünü seçin. Bizdən nə soruşur? Səhv ədəd. Baxın, tam 5-dir. Hissənin biri 4, biri 1. Uyğundur, doğrudur. Baxın, B bəndində tam 7-dir. Hissənin biri 2, biri 5. Toplasaq doğrudur. Baxırıq C bəndinə. Tam neçədir? 6-dır. Hissənin biri 2, biri 7. Toplasaq neçə eləyir? 9. Demək, C bəndimiz səhvdir. Baxırıq uşaqlar 8-ci sualımıza. Ədəd üçlüyünə əsasən səhv fikri seçin. Əvvəl gəlin üçlüyə baxağın. 2, 4. Toplasaq neçə eləyir? 6. Demək, tam neçədir? 6. Baxırıq A bəndinə. A ədədi 6-ya bərabərdir. Doğrudur. Baxırıq B bəndinə. A ədədi ədəd oxunda 8-dən əvvəlki ədəddir. Xeyr, uşaqlar, 8-dən əvvəlki ədəd neçədir? 7-dir. Demək, yanlış cavabımız hansıdır? B bəndidir. Baxırıq C bəndinə. A ədədi ədəd oxunda 5-dən sonradır. Doğrudur. 5-dən sonra 6 gəlir. Baxırıq uşaqlar 9-cu sualımıza. Hansı ədəd üçlüklərində boş xanaya yazılacaq ədəd eynidir? Baxın, birinciyə tam 9-dur. 9-dan 2 çıxsaq neçə qalır? 7. Demək, bura neçə yazıldı? 7. Baxırıq. Tam neçədir? 7-dir. 7-dən 4 çıxsaq, 3 ilə 3-ü toplasaq 7. 3 ilə 4-ü topladıq, 7-dir. Baxın, tam neçədir burada uşaqlar? 8-dir. 8-dən 1 çıxsaq neçə qalır? 7. Demək, 7-dən 1 toplasaq 8. 1, 3. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar indi də 10-cu sualımıza. Ədəd oxuna əsasən səhv ədəd üçlüyünü seçin. Baxın, ədəd oxunda 1, 2, 3, 4, 5, 6. Ulduz neçə oldu? 6 oldu. Baxın, 5 ilə 1-i toplasaq neçə eləyir? Tam olur 6. 3 ilə 3-ü toplasaq tam olur 6. 2 ilə 5-i toplasaq tam olur 7. Demək, səhv cavabımız hansıdır? C bəndidir. İndi isə baxırıq uşaqlar ədəd üçlüyü çalışmalarımıza. Gəlin baxağın ədəd üçlüyü çalışmalarımıza. Boş xanalara uyğun ədədləri yazın. Baxın, tam 8-dirsə, 8-dən 4 çıxsaq neçə qalır? 4. Demək, burada neçə oldu? 4. Tam 9-dur. 9-dan 6 çıxsaq neçə qalır? 3. 3 ilə 6-nı toplasaq 9 eləyir. Tam 5-dir. 5-dən 4 çıxsaq neçə qalır? 1 qalır. 1 ilə 5-i toplasaq uşaqlar, 1 ilə 4-ü toplasaq 5 edir. Tam burada 7-dir. 7-dən 2 çıxsaq 5 qalır. 5 ilə
2-ni toplasaq 7 edir. Baxırıq indi də ikinci çalışmamıza. Verilmiş modellərə uyğun ədəd üçlüklərini tamamlayın. Baxırıq. 1 fərqli rəngdir. 1, 2, 3, 4, 5. 5 də yazırıq bura. 5 ilə 1-i toplasaq neçədir uşaqlar? Əlbəttə ki 6. Baxırıq B bəndinə. 1, 2, 3. 3 fərqli rəngdədir. 1, 2, 3, 4, 5. 5 də fərqli rəngdədir. 5 ilə 3-ü toplasaq neçə edir? Tamımız olur 8. Baxırıq C bəndinə. 1, 2, 3. 3 fərqli rəngdədir. 1, 2, 3, 4. 4 də fərqli rəngdədir. Toplasaq neçə olur? 7. Tamımız oldu 7. Baxırıq uşaqlar indi də 3-cü çalışmamıza. Verilmiş almaların sayına uyğun ədəd üçlüklərini tamamlayın. Baxın burada nümunəmizi veribdir. Ona uyğun olaraq davam edək. 1, 2, 3, 4, 5, 6, 7. Hissənin biri 7-dir. Bir hissə də buradadır, 3-dür. 3 ilə 7-ni toplasaq neçədir uşaqlar? 10. Baxırıq B bəndinə. 1, 2, 3, 4, 5. Hissənin biri 5-dir. Baxın burada da hissənin biri 3-dür. 3 ilə 5-i toplasaq 8 edir. Baxırıq C bəndinə. 1, 2, 3. Hissənin biri 3-dür. Biri də burada 1-dir. Toplasaq neçədir? 4. Baxırıq D bəndinə. 1, 2, 3, 4, 5, 6. Hissənin biri 6, biri isə 1-dir. Toplasaq neçə olur? 7. Baxırıq E bəndinə. Hissənin biri 1, 2, 3-dür. Biri də 2-dir. Toplasaq neçə olur uşaqlar? Əlbəttə ki 5. Baxırıq uşaqlar indi də 4-cü çalışmamıza. Ədəd üçlüklərini tamamlamaq üçün boş xanalara uyğun ədədləri yazın. Gəlin baxaq uşaqlar. Tam 5-dir. Hissənin biri 2-dir. 5-dən 2 çıxsaq neçə qalır? 3. Demək 3 ilə 2-ni toplasaq bu 5 edir. İndi baxın burada bir hissə bu tam 4-dür. Hissənin biri 3-dürsə 4-dən 3 çıxsaq neçə qalır? 1. Demək hissənin biri 1-dir. 3 ilə 1-i toplasaq 4 edir. Baxın hissənin biri 1-dir. Tam 9-dur. 9-dan 1 çıxırıq. Neçə qalır? 8. Demək hissənin biri 8-dir. Toplayırıq. 1 ilə 8-i toplasaq edir bu tam. Baxırıq B bəndinə. Burada neçədir? 3-dür. Tam 3-dürsə 1 ilə 2-ni toplasaq neçə eləyər? 3. Baxın burada tam 6-dırsa 6-dan 2 çıxsaq neçə qalar? 4. Demək 4 ilə 2-ni toplasaq 6 edər. Burada tam 8-dir. 8-dən 4 çıxsaq 4. Baxın uşaqlar 8-dir. 4 ilə 4-ü toplasaq neçə eləyir? 8 edir. İndi isə baxırıq uşaqlar 5-ci çalışmamıza. Baxağın ədəd üçlüyündə hərflərlə uyğun ədədləri ədəd oxunda göstərin. Baxağın ədəd üçlüyündə hərflərlə uyğun ədədləri ədəd oxunda göstərin deyir bizə. Baxırıq A bəndinə. 8 tamdır. 2. A-ya baxaq. 8-dən 2 çıxsaq neçə qalır? 6. Demək A neçə olmalıdır? 6. Bu 8-dirsə 7, 6. Baxın buradadır. Baxırıq indi də B bəndinə. Tam 6-dır. 6-dan 3 çıxsaq neçə qalır? 3. Demək B neçədir? 3. 6, 5, 4. Bu da 3. Baxırıq indi də uşaqlar C bəndinə. Tam 4-dür. 4-dən 2 çıxırıq. Neçə qalır? Demək C 2-dir. 4, 3, 2. Baxın buradadır. İndi isə baxırıq D bəndinə uşaqlar tam 7-dir. 7-dən 3 çıxsaq neçə qalır? 4. Demək D neçədir? 4. Baxın burada 7-dir. Ədəd oxunda 7, 6, 5, 4. 4 bura düşür. İndi isə baxırıq uşaqlar 6-cı çalışmamıza. Topların sayına uyğun ədəd üçlüklərini tamamlayın. Gəlin baxağın. Səbətdə 2, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Cəmi neçədir? 9. Demək tam 9-dur. Nə edirik? Bir hissə 3-dürsə, səbətdə neçə top var idi? 6. Toplasaq neçə olur? 9. Baxın, burada cəmi 8-dir. Yerdə neçədir? 2-dir. Gəlin səbətə baxağın. 1, 2, 3, 4, 5, 6. Neçə oldu? 6. 6 ilə 2-ni topladıq, 8 edir. Baxağın, səbətdə 4 topumuz var. 4 top da yerdə. Toplasaq tam neçə olur? Əlbəttə ki 8 olur. Baxırıq uşaqlar 7-ci çalışmamıza. Ədəd üçlüyünə əsasən simvolla göstərilən ədədləri tapın və müqayisə edin. Gəlin baxağım. Tam neçədir? 9-dur. 9-dan 2 çıxsaq neçə qalır? 7. Demək bu simvol neçədir? 7-dir. Baxağın 6-dan tam 6-dır. 6-dan 5 çıxırıq 1 qalır. 5 ilə 1-i toplasaq 6 edir. Demək bu simvol neçədir? 1-dir. Hansı böyükdür?
əlbəttə ki, müqayisə edəndə 7 böyükdür. Gəlin baxaq uşaqlar, bu 1 oldusa, indi baxırıq. Tam 7-dir. 7-dən 4 çıxsaq neçə qalır? 3. 3 ilə 4-ü toplasaq 7 eləyir. Burada da bu simvol neçə oldu? 3. 3 böyükdür. 1 əlbəttə ki, 3 böyükdür. Baxırıq uşaqlar, burada 3 oldu. Keçirik indi 5 tamdır. 5-dən 1 çıxsaq neçə qalır? 4 qalır. Demək bu neçə oldu? 4. 4 böyükdür. 3 əlbəttə ki, 4 böyükdür uşaqlar. Baxırıq indi də D bəndinə. Burada baxın. Neçə oldu? 1 oldu. 4 oldu. 1 böyükdür. 4 əlbəttə ki, 4 böyükdür. İndi isə baxırıq uşaqlar 8-ci sonuncu sualımıza. Ədəd üçlüklərində simvollarla işarələnmiş ədədləri tapın və azalan sıra ilə yazın. Bizə nə deyir? Azalan sıra. Baxın, tam 6-dır. 6-dan 1 çıxırıq, neçə qalır? 5. 5 ilə 6-nı toplasaq edir. 5 ilə 1-i toplasaq 6 edir. Demək bu neçə oldu? Ulduz 5 oldu. Baxırıq, burada tam 2-dir. 2-dən 1 çıxsaq neçə qalır? 1. Demək 1 ilə 1-i toplasaq 1 olur. Bu simvolumuz da 1 oldu. Baxırıq, burada tam 10-dur. 10-dan 3 çıxsaq neçə oldu? 7. 7 ilə 3-ü toplasaq 10 edir. Bu da 7 oldu. Baxırıq, 7 tamdır. 7-dən 1 çıxsaq 6 qalır. 6 ilə 1-i toplasaq 7. Bu da oldu 6. Bizə deyir azalan sıra. Azalan sıra nə idi? Çoxdan aza doğru 7, 6, 5, 1. Bu variantla davam edir. Əziz dostlar, bu günlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun dostlar.